Salam izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün Azərbaycan deməli Səfəvilərin hakimliyi dövrü, bir də Səfəvilər 16-cı əsrdə mövzusuna baxırıq. Deməli Səfəvilərdə Ərdəbil hakimliyinin yaranması, burada yəni bu hakimliyin yaranmasının əsasını Şeyx Səfiyyəddin İshaq tərəfindən əsası qoyulmuşdur. Burada bu dinin əsasının qoyulmasının səbəbi nədir? Bu dövrdə əsasən də bu 13-cü əsrdə yaranmışdı. Səbəbi nədir? Bildiyimiz kimi 13-cü əsrdə Azərbaycan Monqolların, yəni Hülakilərin, Monqol yazaq, Monqol Hülakilərin tərkibi altındaydı. Və bu Monqolların tərkibi altında olanda hökmdarlar, yəni Hülaki xanları dövləti idarə edəndə köçərilərə arxalanırdı. Yəni gəlmələri arxalanırdı. Ona görə də öz ərazisini, yəni Azərbaycanda Azərbaycan əhalisinə etimad göstərmirdi. Əsasən də Monqollar, yəni köçmə Monqollara arxalanırdı. Ona görə də əhali arasında narazılığa səbəb olurdu. Bu narazılığa səbəblər daha sonra Şeyx Səfiyyəddin İshaq həmin o Ərdəbildə narazı şəxslər öz ətrafına yığır və bununla da belə bir Ərdəbildə Sufi Dərviş təriqətinin əsasını qoymuş olur. Və bu Ərdəbil əhalisi onun müridləri, yəni davamçıları hesab olunurdular. Burada həmin bu Monqollar sonra bildiyimiz kimi Qazan xanın dövründə İslamı qəbul edirlər. İslamı qəbul edəndə bunlar sünni olur. Sünni təriqəti ilə davam edirlər. Amma bunlar isə Ərdəbil hakimləri Şiə təriqətidir. Elə Ərdəbil hakimləri davamlı Səfəvilər dövlətdə Şiə təriqətinə inanırdılar, yəni tərəfində idilər. Və bundan sonra indi baxaq Şeyx Cüneydin dövrünə. Yəni artıq şeyxlərin dövrünə baxırıq. Birinci Şeyx Cüneyd. Şeyx Cüneydin dövrü 1447-dən 1460-cı illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə Sünni hökmdarlarına qarşı geniş yəni təbliğat işləri aparırdılar bunlar. Ondan sonra müəyyən ərazilərdə artıq Səfəvlərin nüfuzu getdikcə artmağa başlayır və bundan Qaraqoyunlu Cahanşah Şeyx Cüneydə deyir ki, sən Ərdəbili tərk elə. Və bu da Şeyx Cüneyddən 1449-cu ildə Ərdəbili tərk eləyir və gedir Suriya, Misir, Mesopotamiya ərazilərinə. Orada özünə adamlar yığır. Yəni getməsinin səbəbi nədir? Şeyx Cüneyd gedir. Çünki yəni o dövrdə hələ təzə, yəni hələ tam və belə güclü qüvvətli deyil. Ona görə də güclü Qaraqoyunlu dövlətinə qarşı çıxa bilmir. Ona görə də tərk edir. Hara? Suriya, Misir və Mesopotamiya ərazilərinə gedir. Və burada gedir Qaraqoyunların əzəli düşməni olan Ağqoyunlarla ittifaq yaradır. Ağqoyunda bildiyimiz kimi Uzun Həsənin bacısı Xədicə bəyimlə ailə qururlar. Xədicə bəyimlə ailə qurur və bununla da yəni nikah diplomatiyası nəticəsində Ağqoyunlu Səfəvi ittifaqı möhkəmlənmiş olur. Ondan sonra 1460-cı ildə Səfəvilər Dağıstan və Şirvan ərazilərinə hücum edirlər. Burada 1-ci Xəlullah Şirvanşah hökmdarıdır, yəni Şirvanşahdır. O da 1-ci Xəlullah Qaraqoyunlu Cahanşahla ittifaqa girir. 1460-cı ildə Samur döyüşü nəticəsində bu Ərdəbil hakimləri məğlub olur. Ərdəbil məğlub və Qaraqoyunlu Şirvanşah qalib gəlir. Ərdəbil və burada Şeyx Cüneyd öldürülmüş olur. Şeyx Cüneyd öldürüldü. Ondan sonra gəlir Şeyx Heydər. Şeyx Heydərin dövründə isə burada bildiyimiz kimi Şeyx Heydər də Uzun Həsənin qızı Xədicə bəyimlə ailə qurur. Və bununla da yenidən Ağqoyunlu ilə münasibətləri daha da yaxşılaşır. Bunlar daha sonra Qızılbaşlar adlandırırlar. Qızılbaş. Niyə? 12 imamın şərəfinə başlarına 12 rəngdən ibarət zolaqdan 12 qırmızı zolaqlı çalma qoyurlar və buna görə də Qızılbaşlar da adlandırırlar. Sonra 1470-ci ildə Həsən bəy köməyi ilə Ərdəbildə Səfəvi ordunun taxtına keçir. Ondan sonra 1483 3 dəfə 87 və 1488-ci ildə yenə Şimali Dağıstana, Şimali Qafqazda Dağıstana və Şirvan ərazilərinə hücuma həyata keçirilir. Bunun dövründə Həsən padşahdan sonra Ağqoyunlu dövlətinə
Yəni Yaqub padşah hakimiyyətə gəlir və bu da artıq dediyim kimi Dağıstana və Şirvana hücumundan artıq bu Yaqub padşah narahat olur. Ona görə də gedir Fərrux Yasarla birləşirlər. Ona görə də 1488-ci ildə Şahdağın döyüşündə müharibə olur və bu müharibə nəticəsində yenə də Şeyx Heydər də burada öldürülür. Ondan sonra Yaqub padşah Ərdəbili işğal eləyir və onların burada torpaqlarını müsadirə edir. Yəni alır da bu ərazilərini. Onların torpaqlarını, yəni müsadirə edir. Mallarını müsadirə edirlər. Bu da belə. Ondan sonra isə onun 3 dənə oğlu və yoldaşı Xədicə bəyimi İstəxir qalasına əsir saxlayır. Bunlar kimdir? Sultanəlidir, İbrahimdir, İsmaildir. Ondan sonra Yaqub padşah, ondan sonra isə bildiyimiz kimi Rüstəm padşah, Ağqoyunlu Rüstəm padşah Ağqoyunluda hakimiyyətə gəlmək üçün Baysunquru devirməli idi. Çünki hakimiyyətdə Baysunqurdur. Baysunquru devirmək üçün nədir? Birinci 1492-ci ildə gedir Rüstəm padşah bu Sultanəlini həbsdən azad edir və deyir ki, gəl birləşək, bu Ağqoyunlunun, yəni Baysunquru məğlub eləyək. Və bu da Sultanəli də razılaşır, həbsdən çıxır və bunlar 1492-ci ildə Bərdə döyüşündə Rüstəmlə Sultanəli Baysunqura qarşı mübarizə aparırlar. Burada Baysunquru devirirlər, Rüstəm padşah Ağqoyunda hakimiyyətə gəlir. Və artıq Rüstəm də daha sonra görür ki, artıq Sultanəli ilə işi qurtarır. Artıq getdikcə də həm də Sultanəli güclənməyə başlayır. Ona görə də təzədən onu məğlub eləmək istəyir, hücuma keçir, artıq düşmən olurlar. 1494-cü ildə Şəməsi döyüşündə Səfəvilər məğlub olur, Sultanəli də burada öldürülür və artıq Ərdəbili tutaraq Səfəvi tərəfdarlarını məhv etməyə başlayırlar. Ən axırıncı isə Sultanəlinin qardaşı İsmaildir. İsmaildə, yəni onu qoruyub saxlamağa çalışırlar. Yəni niyə? Çünki axırıncı Ərdəbil hakimi budur. Yəni bu da ölsə, yəni 13-cü əsrdən davam edən bir təriqət yəni süqut edəcəkdir. Ona görə də ona çox yaxşı baxırlar. Və 1499-cu ildə İsmail 6 il Lahıcda qalır və 15-ci əsrin sonlarında mərkəzi hakimiyyət daha da zəiflənməsi xalq arasında Səfəvilərin nüfusunun artmasına gətirib çıxardır. Və 1499-cu ildə İsmail Lahıcdan Ərdəbilə gəlir və əsas burada məqsədi nə idi? Gəlir burada öz ətrafına adamlar yığır və artıq başlayır işğal müharibələr aparmaq üçün siyasi hakimiyyətini möhkəmləndirsin. Deməli, İsmail qüvvələrini toplayır, Anadoludan Ərzincana gəlir. 1500-cü ildə adamlarını yığır yanına, müşavirə keçirir ki, bəs birinci haranı tutaq? Onlar da deyirlər ki, bəs birinci gedək Şirvanşahları tutaq. Və belə deyirlər 1500-cü ildə Cabanı döyüşündə Şirvanşahlar məğlub olur. Və Fərrux Yasar da öldürülür. Şamaxı şəhərində tutmuş olurlar Cabanı döyüşündə. Ondan sonra 1501-ci ildə isə gəlir bu artıq Bakı qalasını tutur, Şirvanşahların xəzinəsini ələ keçirir. Ondan sonra isə artıq qarşısında Ağqoyunlu dövləti var. Ağqoyunlu dövlətini bildiyimiz kimi 1500-cü ildə Əbhər sazişi ilə bölünmüşdü. Yəni bir hissəsi Murad Mirzə, bir hissəsi Əlvənd Mirzədə idi. İndi 1501-ci ildə hücum eləyir və Murad Mirzəni Əlvəndi. Deməli, Əlvənd Mirzəni məğlub etməklə Ağqoyunlu dövlətinin birinci qolu süqut etmiş olur 1501-ci ildə Şərur döyüşü nəticəsində. Ondan sonra isə yəni buranı tutdu, paytaxtı 1501-ci ilin payızında İsmail Təbrizə daxil olur, özünü şah elan edir və bununla da Səfəvilər dövlətin əsasını qoyur. 1501-1736-cı illərdə
hakimiyyət, yəni Səfəvilər dövləti mövcud olur. Yəni paytaxtı Təbriz şəhəri. Birinci paytaxt Təbriz. 3 dənə paytaxtı var. Təbriz, Qəzvin və İsfahan. Bu barədə indi danışacağıq. Deməli, ilk paytaxtı dövlət yarananı Təbriz oldu. 1501-ci ildə Şəhrur döyüşündə Ağqoyunların birinci qolu süqut elədi. Lakin 1503-cü ildə Alma bulağı döyüşü nəticəsində Ağqoyunların da ikinci qolu, yəni Murad Mirzənin də məğlub edilmiş olur və bununla da 1503-cü ildə Ağqoyunlar dövləti bir dəfəlik süqut etmiş olur. İndi isə Səfəvi dövləti imperiyaya çevrilir. Necə çevrilir? Yəni əsas bu Şah İsmail özünün babası idi, Uzun Həsən. Onun varisi hesab edirdi və ölkə ərazisini genişləndirməyə çalışırdı. 1503-cü ildə İranın mərkəzi və şərq əyalətlərini, daha sonra 1506-8-ci illərdə Şərq Anadolu, Ərəb İraqı tutur, Xorasana gəlir çatır və Səfəvləri belə birləşdirir. 1510-cu ildə Dərbəndə tutur, Qafqazın mərkəzi və qərb bölgələrini, həmçinin Dağıstanı da burada tabe edir. 1510-cu ildə Mərv döyüşü olur. Mərv döyüşü Səfəvilərlə Şeybanilərin arasında olur. Burada Şeybanilər məğlub, Səfəvilər qalib gəlir və bununla da Xorasanı da ələ keçirir Səfəvilər. Xorasan tutulur və bununla da artıq 1510-cu ildə Səfəvilər imperiyaya çevrilmiş olur. Yəni artıq əksər ərazilərini birləşdirib və həmçinin də Şirvanşahlar dövləti ilə Şəki hakimliyini tutsa da, lakin buranın yerli hakimiyyətini saxlayıb, yəni hələ süqut eləməyib. Bu da belə. İndi ondan sonra siyasi sistemində və inzibati quruluşuna baxaq. Deməli, bunlar Qaraqoyunlu və Ağqoyunlu dövlətinin ənənələrinə əsaslanaraq dövləti idarə edirdilər. Dövlət mərkəzləşmiş dövlət idi. Həmçinin din əsasında idarə olunurdu. Yəni teokratik quruluşa malik idi. Yəni dini qanunlar əsasında. Yəni Teo Allah deməkdir. Yəni din əsasında idarə olunurdu. Şah İsmail daxili siyasətin əsas istiqamətlərindən biri mərkəzləşmiş dövlət yaratmaqdır və burada dövlətin mənbələrində Qızılbaş adlarla tanıyırıq və burada irsilik prinsipi, hakimiyyəti irsilik prinsipi mövcud olmuşdur idarəçilikdə. İndi deməli bunların idarəetmə sistemində bölünür. Birinci yerdə şah durur. Şah kimdir? Şah hakimiyyətə malikdir, ali və dünyəvi işlərə baxır və burada dini ideoloji əsaslarla Sünniliyin hakim olduğu Osmanlı və Şeybanilərə qarşı mübarizə aparırdı. Yəni bunlar şiədirlər. İkinci yerdə vəkildir. Vəkil dini və dünyəvi işlərə baxır və tam hüquqlu müavin idi. Üçüncü Əmr-əl-Ümera. Bu da ordunun baş komandanıdır. Ordunun baş komandanı. Həmçinin də bu şahların yəni tərbiyəçisi olur, yəni lələsidir. Yəni əsas 1-ci İsmailin dövründə, həmçinin ondan sonra gələcək Şah Təhmasib gələcək. Onlar uşaq vaxtından hakimiyyətə gəldiklərinə görə onların tərbiyəçiləri həmin bunlardır. Sonra 4-cü şəxs vəzirdir. Vəzir isə mülki və maliyyə işlərinə baxır. Həmçinin dövlətə daxil olan çıxan pulları, mədaxil və xaric yəni işlərinə baxırlar, nəzarət edirlər. Sədr dini işlərinə, vəqf torpaqlarına və vəqf işlərinə baxır. Qorçubaşı atlı dəstələrdir, yəni atlı qoşunlardır. Qorçubaşı çəri adlanan hərbi atlı dəstələr idi. Qazı var, məhkəmə işlərinə baxırdı. Ali məclis var, məşvərətçi orqanı idi. Sonra bəylər var, şah tərəfindən seçilən ərazilərin idarəsinə baxan bir şəxs olmuşdu. Sonra naiblə qolbəyi var. Bunlar nədir? Naib, qolbəy idarə edənlərdir. Yəni mahalları idarə edəndir. Birinci bunlardan danışıb baxın. Deməli, Səfəvi dövlətinin inzibati quruluşu bəylərbəylik. Ondan sonra mahal, şəhər, sonra kənd. Şəhər, kənd.
Bələbələr idarə edir. Mahalları ilk vaxtlar naibdir. Naib, yəni 16-cı əsrdə naiblər idarə edir. Ondan sonra isə 17-ci əsrdə qolbəylər idarə edir. 16-cı əsrdə naib, 17-ci əsrdə isə qolbəylər, sonra şəhərləri kələntər, kəndləri isə kəndxudalar. Kəndxudalar idarə edir. Darğa nədir? Asayişi qoruyanlardır. Sonra var xan, ali hərbi inzibati işlərə baxan şəxs hesab olunur. Bir də Səfəvi dövlətində bəylərbəliklər var. Bəylərbəliklər də dedik ki, bəylərbələr tərəfindən idarə edilir, şah tərəfindən seçilir, əhalidən vergi və qoşun yığılmasına nəzarət edir. 4 dənə bəylərbəlik var. Bunlar hansıdır? Qarabağ bəylərbəliyi, Mərkəzi Gəncə, sonra ikinci Təbriz bəylərbəyliyi, paytaxtı Təbrizdir. Bu ikisi ilk dövlət yarananlardır. Üçüncü Şirvan bəylərbəyliyi. 1538-ci ildə Şirvanşahları süqut etdirəcəklər. Şirvan bəylərbəyliyi yaranacaq və Şamaxı olur paytaxtı. Dördüncü isə 17-ci əsrdə Çuxursət. Çuxursət bəylərbəyliyi, paytaxtı isə İrəvan şəhəri olmuş olur. İndi isə Səfəvilərin müharibələrindən danışaq. Səfəvi-Osmanlı müharibələri. Səfəvilərdə ikinci Bəyazid, Osmanlıda ikinci Bəyazid hakimiyyətdədir. Bəyazid. Şah İsmailin araları yaxşıdır. Şah İsmail ikinci Bəyazid ata, ikinci Bəyazid İsmail oğul deyir. Yəni belə yaxşı münasibətləri var. Lakin Bəyazid hakimiyyətdən devrilir oğlu Səlim tərəfindən, Sultan Səlim Yavuz. Ondan sonra isə artıq Səfəvilərlə Osmanlı arasında münasibətlər pisləşir. Ta ki 200 ilə yaxın bir dövr ərzində Səfəvi-Osmanlı müharibələri davam eləmiş olur. İlk yürüş 1-ci Səfəvi-Osmanlı müharibəsi 1514-1555-ci ilə qədər ki dövrləri əhatə edir və bunların bu müharibənin başlamasının səbəbi nədir? Hər ikisi ərazilərini genişləndirmək istəyir və Şərqi Anadolu ərazilərini ələ keçirmək istəyir. Sonra ticarət yollarını ələ keçirmək, həmçinin də Səfəvilər Azərbaycanda və Şərqi Anadoluda möhkəmlənmə siyasəti, hər ikisinin məqsədi eyni yerlər olduğuna görə belə mübarizələr başlayırdı. Həmçinin də Azərbaycan torpaqlarını idarə etmək uğrunda, yəni zəngin sərvətlərini tək başına idarə uğrunda müharibələr belə başlamış olur. Birinci Səlim neynir? Əvvəlcə gedir 1-ci Sultan Səlim Macaristan və Venesiyanın müqavilə bağlayır ki, bəs müharibə olanda buna yardım göstərsin. İsmail də yenə yardım almaq üçün gedir Avropalardan yardım istəməyə, əsasən də burada odlu silah almağa, həmçinin də ticarət əlaqələrini genişləndirməyə yönəlmişdi. Həmçinin Venesiya, Roma papasına məktublar göndərir ki, köməyə yardım göstərsinlər. 1510-cu ildə Portuqaliya deyir ki, bəs mənə silahlı yardım elə. Portuqaliya deyir ki, bəs bunun da qarşılığında sən Hind okeanında yerləşən Hörmüzü mənə ver. Bu da razılaşır. Səfəvilər Hörmüzü verir Portuqallara. Yəni yardım məqsədi ilə də deyir ki, sən mənə odlu silah ver. Portuqallara deyir, odlu silah ver. Bu da qarşılığında Hörmüzü vermək məcburiyyətinə qalır. Artıq müharibə başlayır. Müharibə 1514-cü ildə Çaldıran döyüşündən başlayır. Burada Osmanlılar, yəni Osmanlı, Səfəvi arasında olur. Səfəvi məğlub, Osmanlılar qalib gəlir. Səbəbi nədir? Osmanlıların qoşunu daha çoxdur, həmçində odlu silahla yaxşı təchiz olunduqlarına görə. Sonra Səlimin Təbrizi ələ keçirsə də Səfəvilərin hücumlarından qorxaraq, həmçində əsgərlərin yorulmasına görə bunlar geriyə çəkilir. Osmanlılar Mosula qədər Cənub-Şərqi Anadolunu tuturlar. Həmçinin də yəni Cənub-Şərqi Anadolunu tuturlar. Əsas baxın bura. Cənub-Şərqi Anadolu ərazilərini tutur. Cənub-Qərbi Qafqaz ərazilərini işğal edirlər. Bu da belə. Sonra Səlim hücum edən zaman burada Təbriz sənətkarlarını da öz torpaqlarına, yəni İstanbula gətirdirmiş olur. Artıq bundan sonra İsmail yaxın adamlarını itirir və buna görə də pis olduğuna görə artıq Səfəvi-Osmanlı müharibəsi bir müddəti dayanır. Ondan sonra Səlim ölür, hakimiyyətə Osmanlıda Sultan Süleyman gəlir. Sultan Süleyman hakimiyyətə gəlir.
1524-cü ildə İsmail öləndən sonra onun 10 yaşlı oğlu 1-ci Təmar 10 yaşlı oğlu 1-ci Təhmasib. Təhmasib də 1524-1576-cı ilə qədər hakimiyyətdə qalır. Səfəvlərin ən uzun ömürlü hökmdarıdır. Yəni sultanıdır. Hökmdarıdır belə deyək. 1524-cü ildə bu da 10 yaşı var, balacadır. Ona görə də dövləti özü idarə edə bilmir. Həmçində hakimiyyət uğrunda mübarizələr var. Niyə? Çünki dedik əmr ülümeyralar var. Onlar bu balaca hökmdarların lələsidir, tərbiyəçisidir. Ona görə də onlar istəyir ki, hakimiyyəti ələ keçirsinlər. Həmçində hakimiyyət uğrunda müəyyən bir mübarizələr var, uşaq olduğuna görə. Artıq belə mübarizələr davam edir, lakin artıq Təhmasib böyüyəndən sonra hakimiyyəti tamamilə öz əlinə keçirə bilir və bununla da artıq daxili çəkişmələrə son qoymuş olur. 1534-cü ildə Xorasanda özbəklərlə müharibəsindən istifadə edən Osmanlı Sultanı 1-ci Süleyman Azərbaycana yürüş edir. 4 dənə yürüşü var. 1534 birinci yürüş. Burada nə olur? Təhmasib gəlir bu Sultan Süleyman Qanuni gəlir Təbrizə tutur. Təbrizə tutsa da Şah 1-ci Təhmasib yandırılmış torpaq taktikası istifadə edir. Bu nədir? Yəni Təbrizdə bütün torpaqla otları yandırır. Sonra su yerlərini doldurur ki, qoşun gələndə burada heç nə tapmayıb geri qayıtsın. Bu da bundan belə yandırılmış torpaq taktikası həyata keçirir. Yəni burada çoxlu sayda ərzaq, mal-qara müharibədə məhv olur. Belə. Yəni artıq Təbriz dedik tutsa da yandırılmış torpaq taktikası nəticəsində tərk edir. Həmçində qış gəlirdi, ərzaq çatışmamazlığı var. Bu da belə. Amma bu yürüş nəticəsində geri qaydanda Bağdadla birlikdə Ərəb İraqı da tutur. Bağdadla birlikdə Ərəb İraqını tutur. İkinci 1535-ci ildə yenidən Təbrizə tutur. Yenə yandırılmış torpaq taktikası nəticəsində geri qaytarılır. Yəni müqavimətsiz yandırılmış torpaq taktikası olur və qayıtmağa məcbur qalırlar. Lakin 1535-ci ildə Həmədan döyüşü baş verir. Həmədan döyüşü nəticəsində Səfəvilər burada qalib gəlmiş olur. Yəni Azərbaycan torpaqlarını tərk edirlər. Ondan sonra isə deməli 3-cü yürüşdən indi danışacağıq. 3-cü yürüş. Şirvanşah 2-ci Xəllat da öləndən sonra sonuncu Şirvanşah hökmdarı Şahrux hakimiyyətə gəlir və Şahruxun dövründə qarşılıqlardan 1-ci Təhmasib istifadə edir. Ona görə də 1538-ci ildə Şirvan üzərinə hücum eləyir və tutmağına da tutur və bununla da 861-ci ildə yaranan Şirvanşahlar dövlətinin də varlığına son qoyulmuş olur. 1538-ci ildə qoyur və burada Bələbəli, Şirvan Bələbəlinin əsasını qoyur. Qardaşını da Əlqas Mirzəni burada qoyur. Və Şirvana hücumu nəticəsində Buğurt qalası tabe olunur, Şirvan torpaqları müsadirə olunur, Dərbənd sülaləsinin varlığına, Dərbəndlər sülaləsinin hakimiyyətinə. Dərbəndlər nə vaxt gəlmişdi? 1382-ci ildə. Varlığına, yəni Dərbəndlər gedir və bununla da Şirvanşahlar dövləti süqut elədi, Əlqas Mirzəni də gətirdi qoydu hakimiyyətə. Lakin 1547-ci ildə Əlqas Mirzə qardaşına xəyanət edir Təhmasibə. Xəyanət edir və ona qarşı qiyam qaldırır. Qiyam qaldırılsa da o burada məğlub olunur. Əlqas Mirzə məcbur qalır, qaçır Osmanlıdan Şah Sultan Süleymanın yanına. Qaçanda Süleyman da deyir ki, yaxşı ki gəldin, bəs gəl birləşək, Təhmasibin üzərinə hücum eləyək. Ona görə də 3-cü yürüş 1548-ci ildə müharibə. Bunlar arasında 3-cü müharibə olur. Yenə yandırılmış torpaq taktikası olur. Əlqas Mirzə əsir düşür, edam olunur. Təbrizdə yenə belə mühasirədə qalmış olur. 1552-ci ildə Təhmasibin başçılığı ilə Səfəvi ordusu əks hücuma keçir. Muşa qədər yaşayış ərazilərini dağıdır belə. Ondan sonra 1554-cü ildə axırıncı yürüş, 1554-cü ildə 4-cü yürüş yenə bu yandırılmış torpaq taktikasını istifadə edir. Yəni bu 3 yürüşdə Təbrizə, amma bu dəfə Naxçıvana hücum edir. Naxçıvana hücum edir. Bu ərazilər tutulur, yandırılır
və əhalisi də yandırılmış torpaq taktikası nəticəsində Osmanlılar məcbur qalır geri çəkilməyə. 1555-ci ildə Səfəvi və Osmanlı arasında birinci mərhələ başa çatır. 1514-cü ildə Çaldıran döyüşü ilə başlayan müharibə 1555-ci ildə Amasya müqaviləsi ilə də müharibə dayanır. Amasyanın şərtlərinə əsasən Səfəvilər bütün Azərbaycanı və Şərqi Gürcüstanı, Osmanlılar isə Qərbi Gürcüstanı, Ərəb İraqı, Bağdad daxil olmaqla Ərəb İraqı bütün ərazilərdə keçir Osmanlının əlinə. Deməli necə oldu? Səfəvilər bütün Azərbaycanı, Şərqi Gürcüstanı, Osmanlılar isə Qərbi Gürcüstanı, Bağdad daxil olmaqla Ərəb İraqı da keçir Osmanlıların əlinə. Bir də yadımızdan çıxdı, 1554-cü ildə Buğurt döyüşü nəticəsində Səfəvilər müharibədə qalib gəlmiş olur. Ondan sonra deməli Səfəvlərin Şirvanşahların varlığına son qoydular. 1551-ci ildə isə Tiflis Şəki hakimliyinin də varlığına son qoymaqla bütün Azərbaycan tutulur və mərkəzləşmiş vahid bir Azərbaycan dövlətinin əsasını qoyurlar. İndi isə ikinci mərhələyə keçək. Səfəvi Osmanlı müharibəsinin ikinci mərhələsi. Artıq 55-ci ildə Amasya müqaviləsi ilə birinci mərhələ qurtarmışdı. İndi ikinci mərhələ. İkinci mərhələ 1578-ci ildən 1590-cı ilə qədərki dövrləri əhatə edir. Təmasib öləndən sonra vəziyyət pisləşir. Onun 3 dənə oğlu var. İsmaildir, Heydərdir, Məhəmməddir. Hakimiyyət uğrunda mübarizələr başlayır və bu müharibə nəticəsində 2-ci İsmail qalib gəlir. 2-ci İsmail qalib gəlir, lakin bu da 1-ci Təmasib dövründə o 20 il Qəhqəhə qalasında zindana salınır. 20 il. Yəni 20 il həbsdə qaldığına görə bu artıq psixoloji cəhətdən narahatlıq keçirirdi. Ona görə də yəni hər kəsdən şübhələnmə bir xəstəliyi var idi. Ona görə də insanlar çox qəddarlaşmışdı bu dövrdə. Kütləvi cəza tədbirləri həyata keçirilirdi və bundan da yəni narazı olduqlarına görə qızılbaş əyanları narazı olduğuna görə sui-qəsd nəticəsində bunu öldürürlər. Ondan sonra Məhəmməd Xudabəndə gəlir. Məhəmməd Xudabəndə. Məhəmməd Xudabənd dövründə isə bu da 1578-1587-ci illərdə hakimiyyətdə olmuşdu. Onun dövründə o da yəni gözləri yaxşı görmürdü. Ona görə də bu da onun dövründə yəni hakimiyyəti yaxşı idarə edə bilmirdi o. İndi ikinci Səfəvi Osmanlı müharibəsi. 3-cü Murad var. 3-cü Murad Osmanlıda Van hakimi Xosrov Paşanın təhriki ilə Osmanlı Səfəvi sərhədlərində Kürdlərin qiyamı olur. Və burada da Van hakimi Xosrov Paşa ordusu Kürdlərlə birlikdə Xoya hücum edən zaman artıq ikinci müharibə başlamış olur. Bu dəfə Osmanlıların yanında Krım xanları da var. Deməli, müharibələrə baxaq. Birinci necə? Krım xanın köməyə gəlir. 1578-ci ildə Çıldır döyüşü. Çıldır döyüşü nəticəsində Osmanlı Səfəvi. Burada deməli Səfəvilər məğlub, Osmanlılar müharibədə qalib gəlir. Gürcüstanı işğal edirlər. Gürcüstanı işğal edirlər. Həmçinin də Osmanlı qoşunları Şirvanı da işğal etmiş olurlar. Yəni Çıldır döyüşündən sonra. Elə həmin ildə də Şirvanda Səfəvilər əleyhinə baş verən qiyamda Osmanlıların işini daha da yaxşılaşdırır. Kürdən şimalda yerləşən Azərbaycan torpaqları da Osmanlıların hakimiyyəti altına keçmiş olur. Artıq 3-cü Murad Krım xanına deyir ki, bəs get o Səfəvlərin üzərinə hücum elə. O da yenidən 1578-ci ildə Molla Həsənli döyüşündə burada Osmanlı yoxdur. Krım xanı ilə Səfəvi arasında olur. Səfəvi qalib gəlir, Krım xanı məğlub olmuş olur. Və burada Adil gələrək, Krım xanı Adil gələrək əsrə alınır. Şirvan tutmuşlar axı dedik 78-ci ildə. Onu da geri qaytarır Səfəvilər. Sonra amma Dərbəndi geri qaytara bilmirlər. 1583-cü ildə Niyazabad döyüşü. Niyazabad döyüşündə Qızılbaşlar Osmanlı Krım qüvvələrini məğlub edirlər. Yəni Səfəvi qalib, Osmanlı məğlub, Səfəvi qalib gəlmiş olur Niyazabad döyüşündə.
Artıq Osmanlılar Şeybanilərlə razılığa gəlirlər ki, bəs bu Səfəvilərə, yəni qərbdən Osmanlılarla mübarizə aparsın, şərqdə isə Şeybanilərlə mübarizə aparsınlar və qoşunu bölünsün, Səfəvilər belə rahatlıqla məğlub edə bilərdilər. Yəni belə bir razılığa gəlirlər. Amma müharibəyə təhrik edir. Nəticədə də Səfəvilərin Şirvanı geri almaq cəhdlərdə boşa çıxmış olur. Osmanlı Səfəvilərin vəziyyəti pisdir, xəzinə boşalıbdır, hakimiyyət uğrunda mübarizələr var, qiyamlar var. Bu da onları yəni belə zəiflədirdi. Ondan sonra Sufyan döyüşü 1583-cü ildə. Sufyan döyüşü baş verir. Burada Qızılbaşlar məğlub olur, geriyə çəkilməyə məcbur olurlar. Osmanlı əsgərləri güclü toplar vasitəsilə Təbriz şəhərini tuta bilirlər. Və artıq Təbriz şəhəri tutulur. Qeysəriyyə bazarı da burada yandırılmış olur. Artıq 86-cı ildə Həmzə Mirzə deyir ki, Osmanlılarla artıq müqavilə bağlamaq lazımdır. Həmzə Mirzə də qeyd edirdi ki, Təbrizi Qızılbaşların əlində qalsın, bütün əraziləri yəni Osmanlıya verək, müqavilə bağlamağa hazırlaşırdılar. Yəni Həmzə Mirzə deyir ki, Təbrizi Qızılbaşlara qaydın. Amma 86-cı ildə Həmzə Qarabağda ölür. Həmzə Mirzə söhbətdə də yarımçıq qalır. Osmanlı deyir ki, Qarabağ da mənimdir. Belə ona görə Qarabağ nədir? Təbriz. 1586-1589-cu ildə böyük bir hissəsi, Azərbaycan böyük bir hissəsi işğal olundu. Şeybanilər də bunlardan istifadə edir və bu dövrdə Xorasanı Şeybanilər tutdu. Xorasan tutuldu Şeybanilər tərəfindən. Saray çevrilişi olur. Saray çevrilişi nəticəsində bu devrilir, yerinə Abbas Mirzə gəlir. Şah Abbas hakimiyyətə gəlir. O anda gördüyü ilk tədbirlər nədir? Əvvəlcə o qeyd edirdi ki, birinci gəlin, yəni buradan yəni müharibə ölkən vəziyyəti elədi ki, yəni dövləti yəni neynəsən də müharibədən qarşı çıxa bilməzsən. Ona görə də deyir ki, müqavilə bağlayaq. Osmanlılar necə istəyir? Elə bir müqaviləni bağlayaq. Ara yaxşılaşsın. Biz özümüzü gücləndirək, ondan sonra təzədən müharibəyə başlayarıq. Elə belə də eləyir. Şah Abbas müqaviləni bağlayır. Deməli 1590-cı ildə 1-ci İstanbul müqaviləsinə görə bəzi ərazilər vardı. Qaradağ, Ərdəbil, Xalxal, Qəzvin, Lənkəran, Zəncan. Bunlardan başqa bütün Azərbaycan əraziləri keçir Osmanlıların əlinə. Bir dənə bu ərazilər qalır. Qaradağ, Ərdəbil, Xalxal, Zəncan, Lənkəran, Qəzvin. Bunlardır və Şərqi Gürcüstan, İranın qərbi də Osmanlıların əlinə keçir. Ölkə daxilində qiyamları yatırılmağa cəhd göstərir. Həmçində iki dənə düşmanı var, Şeybanilər və Osmanlılardan həmin o torpaqları geri qaytarmaq. Müharibələrinin işğalından azad olmaq. Hərbi köçəri əyanları cəzalandırır. Həmçində irsilik prinsipini, yəni tayfa başçısında irsilik prinsipini ləğv edir. Yəni ordunun başına yəni kim yaxşıdırsa o seçilirdi. O da bunun şah tərəfindən seçilməli idi. Və Azərbaycanda Osmanlılar tərəfindən dövlət idarə olunmağa başlayır. İndi Şah Abbasın islahatlarına baxaq. İki dənə əsas islahatı var. Birinci, hərbi və inzibati islahat. İslahatların niyə, hansı sahələrdə hərbi, inzibati, vergi, idarə etmə sistemində islahatlar keçirir? Məqsədi nədir? Səfəvlərdən və Şeybanlərdən torpaqlarını geri qaytarmaq, mərkəzi hakimiyyəti gücləndirmək, itirilmiş torpaqları geri qaytarmaq və Osmanlıya qarşı uğurlu müharibə aparmaq bunun əsas məqsədləri olmuşdur. İndi hərbi islahatına baxaq. Dedi ki, irsilik prinsipi. Tayfa çəkişmələrinə son qoymaq üçün tayfanın başçısına irsi yox, əsasən seçilməlidir də bu. İrsilik prinsipi ləğv olunur. Əsasən də şahın rəğbətini qazanmış şəxslər tərəfindən. Qızılbaşların tək başına silah gəzdirməsi qadağan olundu. Bu. Tayfa müxtəlifliyi prinsipi təşkil olundu. Hərbi islahatların nəticəsində ordular quruldu. Ordu islaha, malik nizami orduda təşkil olunmuş oldu. İndi bunların dövründə bir süvari qoşun var.
süvari, atlı qoşunları, bir də nizami qoşunu olan qulamlar, tüfəkçilər, topçulardır. İndi bunlardan danışaq. Deməli, qızılbaşların süvari ordusu Səfəvi ordusunun əsasını təşkil edirdi. Qızılbaşlar bu süvari qoşununu təşkil edirdilər, qızılbaşlar. Deməli, birinci kim? Qızılbaş. Yəni süvari. İkinci qulamlar. Erkən yaşlarında şah tərəfindən yığılırdı bunlar. Qafqaz məşəlli qeyri-müsəlmanlardan təşkil olunurdu. Türklərin, Osmanlıların Yeniçəri nümunəsində yaradılmış. Yeniçərilər nə idi? Piyadalar. Bunlar da qulamlar da piyadalar idi. Tüfəkçilər əhalinin aşağı təbəqəsindən olan uşaqları yığırdılar, onları öyrədirdilər və bunlar da belə tüfəngçi olurdular. 12 minə yaxın piyada qoşunları var idi. Topçular var. Topçular da topları idarə edən şəxslər hesab olunur. İnzibati islahatla 1593-cü ildə həmin o 6 dənə Ərdəbil, Zəncan, Xalxal, Qaracadağ, Qəzvin ərazilərini birləşdirir, bir dənə Azərbaycan bəylərbəyliyi yaradır. Azərbaycan bəylərbəyliyin əsasını qoyur və bəylərbəylik Azərbaycan qoşunlarının adlı hərbi hissəsi var idi. Və 1500 bir dəqiqə 1500 dedi, Səfəvilərin 3 dənə paytaxtı var. Dövlət yarananı Təbriz, Qəzvin və İsfahan. 1501-dən yaranana qədər 1555-ci ilə qədər niyə paytaxt Qəzvinə keçirilir? Ona görə ki, artıq Səfəvilərin paytaxtı Təbrizdir. Gördünüz, bayaq ki 1534, 35, 1548-ci illərdə hücumlar edir, Təbrizi yandırır. Təbrizi yandırır. Həmçinin Təbrizi yandırır. Yəni Təbriz, yəni Osmanlılar keçən kimi elə birinci Təbrizə gəlirlər. Ona görə də Təbrizi belə təhlükəli yerdədir. Ona görə paytaxtı dəyişir. 1555-dən 1598-ci ilə qədər paytaxt Qəzvin olur. Yəni kimin dövründə? 1-ci Təhmasibin dövründə. Təhmasibin dövründə dəyişir. İsfahana keçirir 1598-ci ildə bu inzibati islahat nəticəsində kim? Şah Abbas. Paytaxtı dəyişdirir. Abbasabad adlandıran məhəllə də saldırır burada. Abbas özbəklərin hücumlarının qarşısını almaq üçün Xorasan sərhədlərində əfşar tayfaları burada da göndərir. Bir də burada Cəlallər hərəkatı var. Cəlallər hərəkatı nədir? Səfəvilərin Osmanlılar tərəfindən tutulmuş Səfəvi ərazilərində Osmanlılara qarşı Osmanlıların burada yəni azlıqdır, məmurların qəddarlığı, dəhşətli dağıntılar nəticəsində insanlar bundan bezir və belə 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində belə bir qruplaşma, yəni hərəkat baş verir. Bu hərəkat da Cəlallər hərəkatıdır və 1591-ci ildə Təbrizdə baş verən üsyan Azərbaycanda Cəlallər hərəkatının ilk böyük çıxışı olmuşdur. Yəni Koroğlunun da Koroğludur burada əsas başlarından biri də Koroğlu olmuşdur. Sonra Şah 1. Abbas Osmanlı dövləti Azərbaycanı sıxışdırıb çıxartmaq üçün Cəlallərdən istifadə edir, hətta onlara sığıncaq verir və 1608-ci ildə Cəlallərin bir hissəsi Çıxırsak bəylərbəyliyin ərazilərinə də köçmüş olmuşdular. Bu da belə, dərsimiz bura qədər. Zəhmət olmasa kanalımıza abunə olun, like atın və şərh yazmağı unutmayın. Hələlik sağ olun.